Xəzər dənizinin sahilidir. Берег Каспийского моря. Это берег как бы вода отступила и обнажила эти камни. Kim su çəkilib daşlar görsənir, indi görünür. Üzərindəki naxışlar kim deyər? Nəyə görə belə olub indi daşların üzərində? Yəni bu dənizə o qədər yaxındır ki, bəzilərinin içi dolu sudur. Baxın. Это настолько близко к морю, что некоторые из этих ям заполнены водой. И это böyük bir daşdır. Большой это камень. O dənizdə 10 metr, 5 metr, 2 metr даже yaxınlığında. Море где-то 2 метра. И эти камни, как говорится, они большие, это целый как бы слой, он на метров 10 в длину. Daşlar böyükdür, hardasa 10 metr uzunluğunda. Dibi də elə bil dənizin dibinə gedir. Dibinin dərinliyini bilmək olmaz, nə qədərdir. Üzü görsənən tərəfi bu cürdür. Вот как они выглядят. Это как блеск под бассейном. Когда бассейн с водой смотрите, на дне блеск бывает. Вот это типа блеск, но только на камне отпечатан. Бассейна ki baxanda içində su olan baseynə, dibində parıldayır su. Bax o cür izlər var daşların üstündə. Amma yəni möhkəmdir. Prosta bunu belə nə eləyə bilər? Kimin nə fikir var, kommentariyada yazsın. Кто знает, напишите в комментариях, зачем это так.